Salam əziz həmkarlar. Fəaliyyət və onun növləri test izahı. Doğru fikri müəyyənləşdirin. İdrak taksonomiya təlim prosesinin yalnız elmi səviyyədə planlaşdırılmasına xidmət edir. Yanlış fikirdir, yalnız. İdrak taksonomiya biri-birindən asılı olmayan, biri-biri ilə əlaqəli olmayan mərhələlərdən ibarətdir. Yanlış fikirdir. İdrak taksonomiyasının bütün sahələrini eyni anda, eyni səviyyədə inkişaf etdirmək mümkündür, yanlışdır. Eyni anda, eyni səviyyədə inkişaf elətdirmək olmur. Əvvəlcə aşağı təfəkkür səviyyəsini, daha sonra yuxarı təfəkkür səviyyəsini inkişaf elətdirmək olar. İdrak taksonomiyası idrac fəaliyyətinin müxtəlif səviyyələri üzrə təfəkkürün müxtəlif növlərini inkişafına imkan yaradır. Bu doğru fikirdir. Yəni, məsələn, xatırlamaq mərhələsi məntiqi təfəkkürü, dəyərləndirmək tənqidi təfəkkürü, yaratmaq mərhələsi yaradıcı təfəkkürü inkişaf elətdirir. İdrak taksonomiyasının yaratmaq mərhələsini formalaşdırmaq üçün şagirdi yuxarı siniflərə çatmasını gözləmək şərtdir, yanlış fikirdir. Affektiv sahə ilə bağlı olan yanlış. Yəni, affektiv sahə emosional sahə deməkdir. Affektiv sahənin inkişafı idrac sahə ilə bağlı deyil. Bu sahə şagirdlərdə ayrıca formalaşdırılmalıdır. Yanlış fikir budur. Fəaliyyətin 3 növü var. İdrac, emosional, psixomotor. Bu sahələrin, yəni bu 3 növün də üçü də biri-biri ilə əlaqəlidir. Müəllim oyun xəmirindən heyvan fiqurları düzəldən zaman çətinlik çəkən şagirdlərə yaxınlaşıb fiqurun bir hissəsini özü düzəldərək hərəkətlərin ardıcıllığını şagirdlərə nümayiş etdirir. Bundan sonra şagirdlər fiqurları düzəltməyə çalışırlar. Müəllimin əlinə baxıb təkrarlayırlar. Təkrarlamaqda imitasiyadır, təqlid edirlər. Yanlış fikri müəyyənləşdirin. İdrak taksonomiyası təlim məqsədlərinin müəyyənləşdirilməsinə xidmət edir, doğru fikirdir. İdrak taksonomiyası üzrə şagirdin təfəkkürünü inkişaf etdirmək üçün sadədən mürəkkəbə doğru idrac fəaliyyəti formalaşdırmaq lazımdır, doğru fikirdir. İdrac sahənin mərhələlərini müxtəlif səviyyələrdə inkişaf etdirmək mümkündür, doğrudur. İdrak taksonomiyasına əsasən şagird üçün müxtəlif çətinlik dərəcəli qiymətləndirmə vasitələri hazırlanır, doğrudur. Aşağı sinif şagirdlərinə idrak sahənin yaratmaq mərhələsinə uyğun tapşırıqlar vermək səmərəsizdir, yanlışdır. Aşağı və yuxarı sinif şagirdlərində həm aşağı təfəkkürü, həm də yuxarı təfəkkürü inkişaf elətdirmək olar. Sual işarəsinin yerinə uyğun gələni müəyyənləşdirin. Şagirdlər cizgi filmində baxır və bunun dinləyib anlama mərhələsində və anlamasında əhəmiyyətli olduğunu anlayır. Yəni, özü üçün cizgi filminə baxmağın əhəmiyyətini bilir. Şagird mətni oxuduqdan sonra ümumiləşdirmələr aparmağın, informasiyanın möhkəmləndirilməsində faydasını mühakimə edir. Yəni, özü üçün informasiyanın möhkəmləndirilməsi üçün araşdırma aparmağı, ümumiləşdirməyi bilir. Bu dəyərləndirmə mərhələsidir. Yanlış fikri müəyyənləşdirin. İdrak taksonomiyası təlim məqsədlərinə uyğun qiymətləndirmə vasitəsi tərtib etməyə imkan yaradır. Bu doğru fikirdir. İdrak taksonomiyası şagirdlərin təfəkkürünü inkişaf etdirməyə şərait yaradır. Doğrudur. İdrak taksonomiyası təlim metodunu müəyyənləşdirməyə kömək edir. Doğrudur. İdrak taksonomiyasına əsasən hazırlanmış suallar şagirdin idrac fəaliyyət səviyyəsini müəyyənləşdirməyə imkan yaradır, doğrudur. İdrak taksonomiyasının əsas məqsədi şagirddə tənqidi təfəkkürü formalaşdırmaqdan ibarətdir, yanlışdır. Tənqidi, məntiqi, yaradıcı üçün də formalaşdırır. Müəllim şagirdlərə İstanbul mühafizəçiləri cizgi filminə baxmağı, obrazların müsbət xüsusiyyətlərini müəyyənləşdirməyi istəyir. Daha sonra onlara sizcə paytaxtımızın bu cür mühafizəçilərə ehtiyacı varmı? Sualını ünvanlayır və müzakirə təşkil edir. Sizcə sualı verib şagirdlərin fikirlərini ayıracaq. Bu olur dəyərləndirmə mərhələsi. Və münasibət bildirirlər deyə bilik olaraq konseptual bilikdir.
və həyatla əlaqələndirmə var deyə bu da olur fənüstü inteqrasiya. Müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərə müxtəlif nitq etiketlərinin işlənmə yeri ilə bağlı izah verir. Ev tapşırığı olaraq isə hər bir şagird müxtəlif situasiyalar fikirləşərək nitq etiketlərindən düzgün istifadə olunduğu səhnəcik hazırlayıb video çəkməlidir. Şagirdlərdən biri evdə bacısı ilə bir yerdə həkim-xəstə dialoqu hazırlayır. Baxın, nitq etiketləri var, nitq etiketlərinə uyğun dialoq hazırlayırlar. Bu olur tətbiq etmə mərhələsi. Və məktəbdə öyrəndiyini evdə tətbiq edir. Olur fənüstü inteqrasiya, müxtəlif faktoloji biliklərdən istifadə edir deyə olur konseptual bilik. Müəllim şagirdlərə payızın sonunda meşədə, parkda ağacların tökülmüş yarpaqlarının, qurumuş budaqlarının yerdə qalın bir təbəqə əmələ gətirdiyini görmüsünüz. Bir müddətdən sonra onlardan əsər əlamət qalmır, deyir və bunun səbəbini izah etmələrini istəyir. Səbəbini izah etmək üçün bunu anlayıb başa düşməlidirlər. Bu olur anlama mərhələsi. Bilik olaraq konseptualdır və payız coğrafiya ilə biologiyanı əlaqələndirir deyə olur fənlər arası inteqrasiya. Aşağıdakılardan biri anlamaq mərhələsinin sualı ola bilməz. Verilmiş sözləri hansı kateqoriyalar altında ümumiləşdirə bilərsən anlamadır. Bu iki hökmdarın oxşar və fərqli cəhətlərini müəyyənləşdirin anlamadır. Verilmiş atalar sözünü anladığın kimi izah et anlamadır. Verilmiş fikirlərə görə gəldiyin nəticəni əsaslandır. Artıq nəticəni əsaslandırırsansa bu dəyərləndirmə mərhələsidir. Enerji çevrilməsinin izahını ver anlamadır. Şagirdlər şarlardan, şirə çöplərindən və plastik su şüşələrindən istifadə edərək tənəffüs prosesinin modelini hazırlayırlar. Beləliklə, havanın ağciyərlərə daxil olmasını və oradan xaric edilməsini nümayiş edirlər. Baxın, şirə çöplərindən, plastik və su şüşələrindən istifadə edib ağciyərlərə daxil olmasını, oradan xaric edilməsini nümayiş edirlər. Bu olur tətbiq etmə mərhələsi. Var olana qarşı nəsə düzəldirlər. Bu tətbiq etmədir. Və hazır bir proses var deyə prosedural bilik, həyatla əlaqələndirmə var deyə fənüstü inteqrasiya. Şagird müxtəlif hündürlükdəki ərazilərdə temperatur dəyişməsini və orada yaşayan insanların həyat fəaliyyətini araşdırır. Araşdırma varsa konseptual bilikdir və anlama mərhələsidir. Başa düşüb araşdırma aparmalıdır və araşdırmada müxtəlif elmlərə istinad edəcək, ona görə fənlər arası inteqrasiya. Məktəbdə gigiyena ilə bağlı maarifləndirilmə kampaniyası təşkil edilir. Şagirdlərdən biri gigiyena qəhrəmanı adlı obraz düşünür və şagirdlərin maarifləndirilməsi üçün posterlər hazırlayır. Artıq özü düşünüb özü hazırlayır, ortaya nəsə çıxarır. Bu olur yaratma mərhələsi. Və öyrəndiyini həyatla əlaqələndirir deyə fənüstü inteqrasiya. Əlavə olaraq burada müxtəlif faktoloji biliklərdən istifadə edib posterlər hazırlayacaq. Bu da olur konseptual bilik. Şagirdlər müəyyən bir ərazidə torpağın və orada yaşayan canlıların müxtəlifliyinə təbii amillərin təsirini əsaslandırır. Təbii amilin təsiri, suni amilin təsiri, bunu bilmək üçün təhlil etmə lazımdır. Və fikrini əsaslandırır canlıların müxtəlifliyinə. Fənüstü inteqrasiyadır. Yəni fənüstü deyəndə fənüstü inteqrasiya da var, amma canlı müxtəlifliyinə, təbii amillərin təsirini əsaslandırır. Torpaqda yaşayan canlı, torpaq coğrafiya, canlılarda biologiya. Ona görə fənlər arası inteqrasiya götürürük. Və fikrini əsaslandırmaq konseptual bilik. Çünki araşdırma aparanda müxtəlif faktoloji biliklərdən istifadə edir. Bu da olur konseptual bilik. Biz bilirik ki, faktoloji biliklər arasında əlaqə qurmaq konseptual bilikdir. Nə üçün araşdırma aparır? Sual-cavabda aktiv iştirak edən şagirddə affektiv sahənin hansı mərhələsi inkişaf edib? Cavab vermə mərhələsi sual-cavabda aktiv iştirak edir. Şagird keçirilən şeiri əzbər söyləyə bilir. Bu olur xatırlama mərhələsi. Şeiri nəsrə çevirə bilərək şeirdəki sözlərin ümumi mənasını başa düşürlər. Bu anlamaq mərhələsidir.
Şagird səyahət elədiyi şəhərlər arası məsafəni hesablayır. Bu da tətbiq etmək mərhələsidir. A, C, B. Olur C variantı. Müəllim sinifdə müzakirə təşkil edir. Şagirdlərə sizcə hansı hallarda biz yox deməyə bacarmalıyıq və bu nəzakətsizlik hesab edilə bilərmi sualını ünvanlayır. Sizcə şagirdlər öz fikirlərini deyəcəklər. Dəyərləndirmə mərhələsi, konseptual bilik və həyatla əlaqələndirir deyə fənüstü inteqrasiya. Hansı fikir doğrudur? Taksonomiya refleksiyanın düzgün aparılmasına xidmət edir. Yanlışdır. Taksonomiya təlim məqsədlərinin düzgün planlaşdırmağa imkan yaradır. Bu doğrudur. Məktəbin rəqs dərnəyinə qoşulan şagird müəllimin hərəkətlərini izləyərək rəqs elementlərini təkrar edir. Gördüyünü təkrarlayır. İmitasiya. Rəngli kağızların lazımsız parçalarından səmərəli istifadə edərək zərif naxışlar hazırlayır. Yaradıcılıq var. Bu da psixomotorun artikulyasiya mərhələsidir. İdrak sahəsinin dəyərləndirmək mərhələsi haqqında hansı fikir doğru deyil? Yuxarı təfəkkür səviyyəsinin mərhələsidir, doğrudur. Meyarlar və standartlar əsasında mühakimə etmək kimi xarakteriz edilir, doğrudur. Müəyyən mövqeyi yaxud qərarı əsaslandırmağı tələb edir, doğrudur. Əldə olunan ideyanın məntiqliyini yoxlamağı tələb edir, doğrudur. Müəllifin mövqeyini müəyyənləşdirirsə, bu təhlil etmə mərhələsidir. Şagirdlər 50 il sonra planetimizin şirin su ehtiyatı ilə bağlı qarşılaşılacağı biləcəyi problemləri araşdırır və gəldikləri nəticələrə əsasən necə davranmalı olduqlarını müəyyənləşdirirlər. Araşdırma varsa, bunlar təhlil edirlər. Təhlil etmə mərhələsi və əlavə olaraq dərsdən sonraki fəaliyyətdir. Fənüstü inteqrasiya. Araşdırma varsa, müxtəlif faktoloji biliklərdən istifadə edəcəklər. Konseptual. Nə üçün araşdırma aparır? Nə üçün sualına da konseptual bilik cavab verir. Uyğunluğu müəyyən edin. Ekologiyanın çirklənməsinin qarşısının alınması ilə bağlı orijinal təqdimat hazırlayın. Bu yaratma mərhələsidir. 1-ə Y. Sizcə vəzifə və məsuliyyətin insan həyatında hansı mühüm rolu var? Hansı mühüm rolu var? Bu artıq olacaq təhlil etmə mərhələsi. 2-ə D. Çünki hansı mühüm rolu var? Mühüm rolu varmı, yoxdurmu? Bunu təhlil edib bilməlidir. Oxuduğu əsərlərdən analogiyaya aid nümunələr göstərin. Nümunə göstərmək üçün başa düşməlidir. Anlama mərhələsi. İnsanın uğur qazanmasında emosional zəkanın rolu vacibdir. Fikrini əsaslandırın, dəyərləndirmə mərhələsi. E, C, B, burada da 4-ə D olmalıydı. Mexaniki səhv gedib. Olur Y variantı. Müəllim Xürrəmilər hərəkətini tədris edir və şagirdlərə Məmmədxanlının Babək əsərindəki baş obrazı tarixi şəxsiyyət kimi necə təqdim etdiyi müəyyənləşdirməyə tapşırır. Ümumilikcə bu təhlil etmə mərhələsidir. Necə tətbiq etməyi, necə təqdim etdiyini müəyyənləşdirməyə tapşırır. Biz deyirdik, baş obraza qarşı münasibət bildirirsə təhlil etmə mərhələsidir. Bilik olaraq konseptual bilikdir və fənlər arası inteqrasiyadır. Tarixlə ədəbiyyat əlaqələndirəcək. Oldu B variantı. Müəllim sinif fəaliyyəti zamanı şagirdlərin biri-birinə rəy vermələrini təmin edir. İlk öncə onların dəstəkləyici olması üçün nələrə diqqət etməli olduqlarını izah edir. Bunun faydasını görən şagird gündəlik həyatında bu strategiyadan istifadə edir. Bu zaman şagird affektiv sahənin hansı mərhələsinə uyğundur? Burada özü üçün faydalı olanları bilir. Bu təşkil etmə mərhələsidir. Emosional taksonomiyada özü üçün faydalı olmaları bilmək təşkil etmə mərhələsidir. Müəllim mövzunu tədris etməzdən öncə şagirdlərdən xəbərdar edir ki, səsləndirəcəyi mətndə boş buraxılan hissələr var. Siz həmin boş buraxılan hissələri tamamlamalısınız. Şagirdlərin bəziləri həmin boşluqları uğurla tamamladığı halda bəzilərinin diqqət yayındığı üçün tapşırığı yerinə yetirmirlər. Deməli, diqqət yayındığı üçün bunlarda qəbul etmə mərhələsi zəifdir ki, informasiyanı qəbul edib tapşırığı yerinə yetirə bilmir. Qəbul etmə. Aşağıdakı tapşırıqlardan hansı idrak sahənin dəyərləndirmə mərhələsinə aid deyil? Heyvanlardakı təcrübənin məqsədini istifadə olunmalıdırmı mövzusunda debatda iştirak et. Debat varsa dəyərləndirmədir.
Verilmiş maddələri fiziki və kimyəvi xüsusiyyətlərinə görə müqayisə et, bu anlama mərhələsidir. Elə B variantı. Müəllim dərsdə sual-cavab sessiyası üçün qaydalar müəyyən edir. Şagirdlər qaydaları bilsələr də ona riayət etmirlər. Ona görə də müzakirə zamanı xaotik səs-küy yaranır. Qaydaya cavab vermirlər. Cavab vermə mərhələsi. Müəllim şagirdlərin təhlükəsiz qaydalarından nümunələr gətirmələri istəyirlər. Bu nümunə gətirirsə, öz sözü ilə izah edirsə anlama mərhələsidir. Şagird canlı qalıqların fiziki quruluşunu nümunələrlə izah edir. Başa düşüb anlayır ki, nümunə gətirə bilir. Anlamaq, canlı qalığın fiziki quruluşu, biologiya ilə coğrafiya fənlər arası və bilik olaraq da konseptual bilikdir. İdrak sahənin tətbiq etmək mərhələsi ilə bağlı fikirlərdən hansı yanlışdır? Prosedural biliklə əlaqəli olur, doğrudur. Həm əvvəlki, həm də yeni taksonomiya variantında eyni sıradadır, 3-dür, doğrudur. Anlama mərhələsi ilə sıx bağlıdır, doğrudur. Taksonomiyanın aşağı təfəkkür səviyyəsinə aiddir, doğrudur. Yeni həll yolları axtarmaq, yaratmaq mərhələsidir, yanlışdır, Y variantı. Əlinin planlaşdırılmış işi şəraitə və vaxta uyğun səmərəli şəkildə dəyişə bilməsi, komandanın məqsədə çatdırmaq üçün motivasiya etməsi ilə seçildiyi üçün bu yarışda onu da lider seçdilər. Hər hansı bir xüsusiyyətinə görə seçilirsə, artıq bu xüsusiyyət onun xarakteridir. Xarakteriz etmə mərhələsi. Şagird sevimli musiqi növünün araşdırılması ilə bağlı məlumatı barqrafın köməyi ilə tətbiq edir. Yəni təqdim edir. Barqrafın köməyi ilə, nə isə köməyi ilə təqdim edirsə, deməli onu tətbiq edir. Müəllim sinifdə çaldıran döyüşünün Azərbaycan və ümumi tarix təsiri, ümumi türk tarixinə təsiri mövzusunda debat təşkil edir. Yadınızda saxlayın, debat varsa dəyərləndirmə mərhələsidir, təfəkkür olaraq da tənqidi təfəkkürdür. Müəllim şagirdlərə alternativ enerji mənbələrindən istifadəyə aid layihə hazırlamağı tapşırır. Yaratmaq mərhələsi. Layihəni şagird özü hazırlayıb yaradacaq, ortaya yenilik çıxardacaq. Aşağıdakı suallardan hansı xatırlamaq mərhələsinin sualı ola bilməz? Vatello döyüşü nə vaxt baş verdi, yada salıb xatırlayıb deyir. Füzulinin fars dildə yazdığı əsərləri hansılardır? Bu da yada salıb xatırlayıb deyir. Dünyanın ən yüksək zirvəsi hansıdır? Xatırlamadır. Şeiri əzbərləməyin üçün hansı yollardan istifadə doğru olar? Bu artıq olur dəyərləndirmə mərhələsi. Müəllim müzakirə şəklində dünyada içməli su çatışmamazlığı mövzusunda dərs təşkil edir. Qarşıya qoyulan məqsəd şagirdin bu məsələyə münasibətini bildirməyini təmin etməkdən ibarətdir. Münasibət bildirirsə məsələyə, fikrini əsaslandırır, münasibət bildirir, bu dəyərləndirmə mərhələsidir. Verilən tapşırıqlardan biri idrak sahənin tətbiq etmə mərhələsinə aiddir. Verilənlər arasında yanlış hökmü müəyyənləşdirin, təhlildir. Əldə etdiyi məlumatlar əsasında təlimat hazırla, tətbiqdir. Var olana əsasən təlimat hazırlayır. Verilənləri qruplaşdır, anlamadır. Təqdim edilən anlayışları ümumiləşdir, anlamadır. Köhnə bilik ilə yeni bilik arasında əlaqə qur, anlama mərhələsidir. Şagird riayət etməli olduğu nizam-intizam qaydalarını sadalayır, əzbərləyib, yada salıb sadalayır, xatırlama. Şagird insanın həyatı üçün əlverişli təbii amilləri qruplaşdıraraq təsvir edir. Qruplaşdırırsa, başa düşüb, anlayıb qruplaşdırır, anlama. Mədəniyyətlər arası münasibətlərdə əxlaq və davranış normalarının ümumbəşəri əhəmiyyətini qiymətləndirir, şagird qiymətləndirir, əsaslandırır, bu dəyərləndirmə mərhələsidir. Ekskalatorlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir. Qaydanı bilir, indi də ona tətbiq edir. Duzlu göllərin yaranmasının səbəbini izah edir, öz sözləri ilə izah edəcək, anlayıb başa düşür. Dünyanın dərk olunmasına dair elmi və dini dünya görüşlərinin izahını verir. Yenə başa düşüb, anlayıb izahını verir, anlama. Şagirdlər həyatdakı müxtəlif obyektlərə əsasən üfüqün cəhətlərini müəyyənləşdirirlər. Obyekt var, ona baxıb cəhəti müəyyənləşdirir, yəni bir növ tətbiq edir. Bostan bitkilərin şəkillərini çəkməkdə çətinlik çəkən şagird müəllimin şifahi təlimatına əsasən çəkir. Şifahi və yazılı təlimata əsasən edirsə manipulyasiyadır. Hər kəs nə eləsə özünə eləyər.
Sonrakı peşmançılıq fayda verməz. Bu atalar sözlərinin cəmiyyətdə davranış qaydaları ilə əlaqəsi haqqında müzakirə təşkil edin. Sən müzakirə təşkil edirsən. Bu dəyərləndirmə mərhələsidir. Müzakirə təşkil edib fikrini əsaslandıracaqsan. Şagird problemin həlli üçün vacib olan həlledici nüansları, vacib olanı, vacib olmayanı, uyğun olanı, uyğun olmayanı tapmaq üçün təhlil etmək lazımdır. Müəllim şagirdlərə sual verir. Qanunlar olmasa cəmiyyəti idarə etmək mümkün olarmı? Fikrinizi nümunələrə əsasən əsaslandırın. Əsaslandırmaq dəyərləndirmə mərhələsinin açar sözdür. Dəyərləndirmə. Sən fikrini əsaslandıracaqsan. Şagird jaket toxuyan zaman öyrəndiyi yeni texnikanı davamlı sınaqdan keçirir. Davamlı şəkildə sınaqdan keçirir ki, sonda dəqiq jaket toxusun. Bu olur dəqiqlik mərhələsi. Şagirdlər verilmiş hadisənin baş verməsinə təsir edən səbəbləri ikinci dərəcəli faktorları ayırd edir. Birinci və ikinci dərəcəli faktordumu? Bunu ayırd etmək üçün təhlil etmək lazımdır. Şagird Cəlil Məmmədquluzadənin Ölüllər əsərində o dövrün cəmiyyətinin özünə məxsus xüsusiyyətlərinə münasibət bildirir. Münasibət bildirir, əsaslandırır, qiymətləndirir, dəyərləndirmə mərhələsinin açar sözüdür. Yeni aldığı Lego oyuncağı qutudan çıxan təlimata əsasən quraşdırırsa manipulyasiyadır. Şifahi və yazılı təlimat. İş zamanı alətdən sərbəst şəkildə istifadə etmək üçün çalışan şagird sərbəst şəkildə edirsə, yəni dəqiq etməyə çalışır, dəqiqlik. Şagird qız qalasının dəfələrlə kiçildilmiş maketini hazırlayır. Var olanı hazırlayırsa tətbiq etməlidir. Yox, ortaya yeni nəsə yaradıb çıxardırsa bu yaratmaq mərhələsidir. Şagird tədbir və yarışlarda həmişə sinifi çox gözəl dizayn edir. O bunu sürətlə və qısa vaxtda etməsi maraqla qarşılanır. Bir işi qısa vaxtda sürətlə ediriksə, bu artıq təbii bir hala çevrilib bizim üçün, təbiiləşmə mərhələsi. Müəllim dinləmə mətni üzrə işin icrasına başlamamış şagirdlərə tapşırır ki, qeyd aparsınlar. Bu onlara tapşırığın icrası zamanı kömək edəcək. Qeyd aparmaq üçün diqqətlə dinləyib informasiyanı qəbul etməlidirlər. Qəbul etmə mərhələsi. Müəllim dərsi izah etdikdən sonra sinifə müraciət edir. Sualların olub-olmadığını soruşur. Nərgiz anlamadığı məqamlarla bağlı suallarını müəllimə deyir və izahını xahiş edir. Bu artıq cavab etmə mərhələsidir. Dərsi izah edir, bu olur qəbul etmə. İzahdan sonra danışılan cavab vermə mərhələsidir. Şagirdlər ekskursiya zamanı yağışa düşdülər. İslanmamaq üçün özlərini müvəqqəti xarakterli sadə sığınacaq düzəltdilər. Burada bir yaradıcılıq var, bu da artikulyasiyadır. Artikulyasiya mərhələsində bir yaradıcılıq olur. Şagird klaviaturaya baxmadan rahatca Word proqramında mətn yığır. Yoldaşları bu işin onun peşəkarı hesab edirlər. Artıq mətn yığmaq onun üçün təbii bir hala çevrilib. Bu da olur təbiiləşmə mərhələsi. Ümumiyyətcə yadınızda saxlayın. İdrak taksonomiyasının xatırlama mərhələsi faktoloji biliklə əlaqələnir. Anlama mərhələsi konseptual biliklə əlaqələnir. Tətbiq etmə mərhələsi prosedural biliklə əlaqələnir. Bəzən konseptual da ola bilər. Təhlil etmə mərhələsi konseptual biliklə əlaqələndirir. Dəyərləndirmə mərhələsi metakognitiv biliklə əlaqələndirilir. Və yaratmaq mərhələsi də bunu da biz yenə prosedural biliklə də, konseptual biliklə də əlaqələndirə bilərik. Əlavə olaraq xatırlamaq, anlamaq, bütün bu idrak taksonomiyasının növləri məntiqi təfəkkürü inkişaf elətdirir. Amma dəyərləndirmə mərhələsi ilə tənqidi təfəkkür hər zaman bir yerdə götürə bilərik. Yaratmaq mərhələsi ilə də yaradıcı təfəkkürü bir yerdə götürə bilərik. Daha sonra bir də yadınızda saxlayın, dəyərləndirmə mərhələsi insanın özünə aid olanlardır. Yəni, öyrənmək üçün hansı strategiyadan istifadə edirəm. Özümüzə aid olanlar emosional taksonomiyanı təşkil etmə mərhələsidir. Tənqidi təfəkkürdür, bir də debatdır. Bunları da bu formada yadımda saxlaya bilərəm.